20-ci əsrin əvvəllərində kosmetik vasitələrin tərkibində olduqca radioaktiv olan radium bromid tuzu istifadə olunurdu. Bu maddə dəridə ağrıcı təsir buraxırdı ki, bu da qadınlara xüsusi gözəllik verirdi. Lakin bir müddət sonra bu vasitədən istifadə edən xanımların dərisində hərçəng xəstəliyi meydana gəlirdi. Beləliklə, tibb və kosmetika sahəsində bəzi maddələr istifadə olunub ki, onların mənfi təsiri olduqca gec aşkarlanıb. Məlumatlara keçməmişdən əvvəl kanala abunə olub bizlərə dəstək ola bilərsiniz. 20-ci əsrin 50-ci, 60-cı illərində Avropada hamilə qadınların ürək bulanmasını aradan qaldırmaq üçün, eləcə də onlara sakitləşdirici təsir edən talidomid adında bir dərman vasitəsi istifadə olunurdu. Bu dərman vasitəsi tarixdə böyük faciələrə səbəb olan maddə kimi tarixə düşüb. Belə ki, bu maddənin təsirindən 10 minlərə qədər uşaqlar yarımsıq ətraflarla, eləcə də daxili orqanların tam inkişaf etməməsi, həmçinin sinir pozğunluqları ilə dünyaya gəlirdi. Maraqlısı bu idi ki, bu dərman vasitəsindən istifadə edən qadınların dünyaya gətirdiyi övladların hamısı xəstə doğulmurdu. Sonradan araşdırma nəticəsində məlum oldu ki, dərman maddəsinin tərkibində olan maddənin optiki fəallığı var idi. Bu o deməkdir ki, bəzi dərman vasitələrində qadınlara mənfi təsir edən izomer, digər dərman vasitəsində isə heç bir mənfi təsiri olmayan optiki izomer mövcud idi. Bu dərman vasitəsindən ziyan çəkən uşaqlardan biri də Britaniyalı musiqiçi və aktyor Matt Freeze idi. Bu dərman vasitəsinin Amerikaya girişini isə FDA əməkdaşı səlahiyyətli həkim laborant Francis Casey olmuşdur. Sonradan bu fəaliyyətinə görə 1962-ci ildə John F. Kennedy tərəfindən vətəndaşlıq medalı təqdim olunmuşdur. Maraqlı məlumatların davamı üçün videonu bəyənməyi unutmayın.